Azərbaycan futbolunun ən qədimi qarşıdurması Neftçi və Kəpəz klublarının oyunları sayılır. İlk belə oyun 67 il bundan qabaq SSR çempionatlarının 1-ci liqasında keçirilib. O vaxtı Neftçi 2-0 hesabı ilə qalib gəlmişdi. Dünən də Neftçi utdu 3-1 hesabı ilə Yevlaxda belə deyək və 3 il idi ki Neftçi Kəpəzi qonaq meydançada uda bilmirdi. Axır ki bu seriyanı qıra bildi. Bu qələbə Neftçi üçün çox vacibdir. Çünki Sumqayıt və Araz Naxçıvana komanda çatdı və 3 komandanın 30 xalı var. Komandalar 5-ci və 7-ci yerləri bölüşdürürlər. Və bu qələbə həmçində Yuri Vermidov üçün çox vacibdir. Çünki məğlubiyyətsizlik seriyasını davam edir. Maraqlıdır bu seriya hansı oyunacaq gedəcək. Və çox istərdim siz yazasınız. Neftçi və Kəpəz oyunları arasında hansı oyun sizin yadınızda qalıb və nə üçün? Çünki bu illər ərzində çox maraqlı oyunlar olub. Həm Bakıda, həm də Gəncədə.